Bakıda şok məkan, lüt heykəl, kuklalar və nadir avtomobillər. 2 dəqiqəyə kəşf edək. Bu gün gedirəm Bakının ən unikal memarlıq incisi olan Heydər Əliyev mərkəzinə. Gəlin buranı ətraflı araşdıraq. Yolda gedə-gedə özümü də çəkdim. Neçə ildir Bakıda yaşayıram, bura heç getməmişəm. Bir dəfə olsun deyə. Çox istəyirdim gedim buraya, bu günə qismət oldu. Baxın bu Zaha Hadidin şah əsərinə. Hələ uzaqdan belə möhtəşəmliyi hiss edilir. İçərisi necədir görəsən? İçəri daxil olmaq üçün bileti də aldım. Bu arada biletlər tələbələr üçün 2 manatdır, digər insanlar üçün isə 10 manatdır. Yəni içəri daxil olan kimi bu ab-hava, bayrağımızın rənglərində uçuşan parçalar məni tamamilə ovsunladı. Mərkəzin interyeri isə inanılmazdır. Amma mən ən çox Heydər Əliyevin klassik avtomobillərini görmək istərdim və budur Heydər Əliyevin vaxtı ilə istifadə etdiyi avtomobillərdir bunlar. Köhnə Mercedes və Zil markaları hər birinin özünə məxsus tarixi var. Baxın bu nəhəng dəmirlərdən və atıqlardan düzəlmiş yaşıl heykəl diqqətimi çəkdi. Biraz lüt kimi görünür, amma sənət əsəri olaraq çox maraqlıdır. Azərbaycan memarlığının maketləri də burada idi. Qız qalası, alov qüllələri, hökumət evi, məscidlər və sair müasir binalar hamısı burada idi. Hətta dəmirdən düzəldilmiş bu meyvələr də çox gözəl görünür. İndi isə musiqi ilə ruhumuzu sakitləşdirək. Qədim musiqi alətləri muzeyindəyik. Ən sevdiyim hissə isə muğam otağı oldu. İstədiyin muğamı seçib qulaq asa bilərsən. Bu isə qaval daşıdır. İndi isə kukla muzeyindəyəm. Burada həm maraqlı, həm də biraz qorxuducu kuklalar var. Baxın, hətta orijinal Pinokyonun kuklası da var. Sonra xalça muzeyinə baxdım. Turistlər oturub monitor vasitəsilə xalçaların tarixini dinləyirdilər. Mən də ən bəyəndiyim qədim xalçanı seçdim. Mərkəzin interyerini bəyəndim. Çox incəliklə işlənibdir və eskalatordan yuxarı qalxdım. Burada ürəkli qız heykəli diqqətimi çəkdi və onu da çəkdim. Və ən əsası Azərbaycan xanlıqlarının qədim geyimləri də var. Qarabağ xanlığı və digər xanlıqların geyimləri də burada nümayiş olunur. Musiqi alətlərinin önünə keçəndə isə həmin alətin səsi avtomatik səslənirdi. Turistlərin xoşuna gəlirdi. Mən də keçib özümü çəkdim. Hətta bir turist qızına rica etdim, o da məni çəkdi. Çox sağ olsun. Mərkəzin içində restoran da var idi. Yorulanda oturub rahat dincəlmək olur. Qiymətlər də münasib idi. Videomu bəyənməyi, səhifəmi izləməyi və gələn dəfə hara getməyimi istədiyinizi şərhdə yazmağı unutmayın.